Bu gördükləriniz film səhnəsi deyil. Çox təəssüflə deyirəm ki, 10 avqust Kolumbiyada baş verən zəlzələni izləyirsiniz. 7.5 bal gücündə dəhşətli zəlzələ. Dios, 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 Dios. Kolumbiyada yüzlərcə bina yerlə bir oldu. Minlərcə binalar ağır zədələndi. Bəzi yollar və bəzi xəstəxanalar belə istifadə olunmayacaq dərəcədə pis hala qaldı. Ən son dövlət xəbərlərinin açıqlamasına görə 1500 nəfərdən çox adam yaralanıb. Ölən sayısı isə 300-ə yaxındır. Amma hələ də bütün ölkədə can qurtarma komandası öz işlərinə ciddi bir şəkildə davam eləyirlər. Mənim və Mama Mercedesin ailəsinin yaşadığımız Kali şəhərində 2 dənə xəstəxana tamamilə yararsız vəziyyətə düşüb. Elə bu vəziyyətə görə də xəstəxanada yatanları matrasla bərabər çıxarıb yollarda uzandırıblar. Bu da Mama Mercedesin marketinin zəlzələdən həmən sonraki halı. Y mi papá no se daba cuenta. Ay, Dios mío santo, eso tiene que haber habido epicentro, cariño, durísimo. Ay, no. Y ahora uno quiere duerme así tranquilo. Zərbədən marketin ikinci qapısı belə öz-özünə açılıb. Yazıq Papaleo tökülənləri bir tərəfdən tez bazar yığışdırmağa çalışır. Evin içindəki şkaflar da zərbədən açılıb. Kuxnada bəzi şeylər yerə tökülüb. Vəziyyətlə əlaqədar 2 gündür ölkənin bəzi şəhərlərində nə su var, nə işıq. Çox çətindir, çox. Azərbaycandan, bütün millətimdən o qədər razıyam ki, Allah hamınızdan çox-çox razı olsun həqiqətən də. Ay Allah, nə qədər yazan, nə qədər soruşan, mənə ayrı, Mama Mercedes-ə ayrı, İskaya ayrı, özdə hər yerdən, başqa-başqa ölkələrdən, amma hamısı öz millətim. O qədər çox mesajlar var ki, hamısına tək-tək cavab verə bilmirəm. Ona görə bu videonu çəkmək istədim. Üzrlü sayı. Ən böyük təşəkkürlərdən biri Azərbaycanın Kolumbiyadakı səfiri, diplomatı Elnur İskəndərovadır. Bu addımı açıqcası gözləmirdim. Mənə zəngini, dəstəyini. Dedi, istəyirsən gəl biletini alım, səni promo göndərim Azərbaycana. Dedim ki, yox, hər şey yaxşıdır. Dedi, gəl Bogotada bizim 3 mərtəbəli böyük villamız var, səfirliyimiz var, yəni Azərbaycan dövlətinin. Gəl burada qal. Mama Mercedes dedi, yox, hara gedirsən? Sənin başın xarabdır, sən bura gəlmisən, mənim evimdən də çıxıb Azərbaycana qayıdasan. Mama Mercedes deyir, olmaz. Sonra böyük aktrisamız Kübra xanım Əliyevaya təşəkkür edirəm. Oğlu Ayaza təşəkkür edirəm. Zaur Günay Baxşəliyevlər. Onlara minnətdarlığımı bildirirəm. Ən birinci dəstək olub yazanlardan hər kəsə, məni, Mama Mercedesin ailəsini narahat olan, yazan, soruşan hər kəsə səmimi qəlbdən minnətdarlığımı bildirirəm. İndi Mama Mercedes dedi ki, biraz özümü toparlayım çünki psixoloji olaraq çox qorxub, çox ağlayır. Dedi, biraz özümə gəlin, bir video çəkim, Azərbaycana bunu göndər. Mənim adamdan təşəkkürümü bir video göndər belə. Baxın. Hola a todos, saludos desde Colombia y pues para darle los agradecimientos a todos los que están preocupados por mi familia, por mí y por mis hijos, todos estamos bien, gracias a Dios. La ciudad está colapsada, mucho derrumbe, mucho susto, fue muy horrible, tembló muy feo. Mi casa está bien afortunadamente, gracias a Dios. Bueno, todos salimos bien, gracias a Dios, y pues hago este video pues para darle las gracias a todos, me encuentro bien. Y bueno, un saludo desde Colombia, desde Cali, ahí les vamos a mostrar imágenes del terremoto, cómo están.